Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. TNS televiziyasının efirində Doğru məkandayıq. Bugün gündəm zəngindir. Biz həm Azərbaycanda, həm də dünyada baş verən önəmli siyasi hadisələri müzakirə edirik. İsrailin baş naziri Netanyahunun Azərbaycana nəzərdə tutulan səfəri niyə baş tutmadı? Biz bundan danışacağıq. Yəməndəki Husilər tərəfindən Təl-Əvivdə yerləşən beynəlxalq hava limanı istiqamətində atılan raketlərdən sonra İsrail və İran arasında gərginlik daha da artıb, tərəflər bir-birini müharibə ilə hədələyiblər. Bu hədələrin sonu savaşı gətirib çıxara biləcəkmi? Biz bu məsələdən də danışacağıq. İsrail Qəzza zolağının tam işğal planını təsdiqləyib. Sky News bu barədə məlumat yayıb. İsrailin bu qərarı bölgədə humanitar vəziyyətin daha da pisləşməsinə, beynəlxalq təzyiqin artmasına, həmçinin mülki əhalinin təhlükəsizliyinə ciddi təsir göstərə bilərmi? Biz bu məsələyə də toxunacağıq. Bundan başqa, ötən gün Azərbaycan parlamentinin deputatı Azər Badamovun Rusiya buraxılmaması və bununla bağlı Xaricilər Nazirliyinin Rusiyanın bu adımını qeyri-dost bir adım kimi dəyərləndirməsi və nəzərə alsaq ki, bu hadisədən 10 gün öncə Azərbaycanlı deputat Dağıstanda səfərdə olmuşdu. Niyə məhz ötən gün Azərbaycanlı deputatın ölkə ərazisinə girişi qadağan edilmişdi? Burada başqa hansı detallar var? Biz bu məsələdən də danışacağıq. Faşist Almaniyası üzərində qələbənin 80 ili ilə bağlı Rusiyada 9 may tarixində parad keçiriləcək. Bu parada sayılı günlər qalıb. Bu paradda keçirməkdə Rusiyanın başqa hansı məqsədləri var və bu parad haqqında söz-söhbət səngimir, təxribatların olacağı deyilir. Bu iddialar nə qədər doğrudur? Biz bundan da danışacağıq. Bütün bu məsələləri biz studiyadakı qonağımızla müzakirə edəcəyik. Həm söhbətim Azərbaycan Milli İstiqlal Partiyasının Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovdur. Rəşad bəy, xoş gördük. Xoş gəlmişsiniz. Təşəkkürlər. Bir də diqqətinizə çatdıram ki, gündəm çox zəngindir. Mən əvvəlcə istəyirəm Netanyahunun Azərbaycana nəzərdə tutulan səfərinin təxirə salınmasından danışaq. Çünki İsrail mətbuatı bu səfər haqqında geniş məlumatlar yayırdı və 5 gün nəzərdə tutacağını bildirdilər. Amma son anda məlumat yayıldı ki, səfər təxirə salınıb. Bununla bağlı bizim də mediada müxtəlif fərziyyələr var, müxtəlif ehtimallar var, proqnozlar var. Siz necə düşünürsünüz? Niyə səfər təxirə salındı? İlk öncə onu qeyd edeyim ki, Netanyahunun səfəri həqiqətən də diqqət mərkəzində idi. Yəni gözlənilən səfəri. Çünki birincisi, indiki mərhələdə, yəni İsrailin faktiki olaraq bir neçə istiqamətdə müharibə apardığı bir dövrdə ölkənin baş nazirinin 5 gün müddətinə Azərbaycanda səfər etməsi özü maraqlı hadisə idi. İkinci bir tərəfdən bu səfərin Pezeşkiyanın səfərindən dərhal sonra baş tutması səfəri kifayət qədər ciddi eləyirdi. Və üçüncüsü də Netanyahunun Azərbaycanda olduğu müddətdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfərinin səfəri planlaşdırılırdı ki, bu da digər bir tərəfdən səfəri maraqlı eləyirdi və çoxlu sayda fikirlər var idi. Burada Azərbaycanın vasitəçiliyi ilə İsrail və Türkiyə arasında hansısa görüşlərin keçirilmə ehtimalı var idi, digər məsələlər var idi. Amma səfərin gündəliyi konkret idi və biz səfər gündəliyinə baxanda Azərbaycan və İsrail arasında iki tərəfli münasibətlərin genişləndirilməsi, eləcə də ənənəvi olaraq İsrail baş nazirinin istənilən xarici ölkəyə səfəri zamanı mütləq şəkildə yerli Yəhudi icması ilə görüşün keçirilməsi və Yəhudi əsilli şəhidimiz, milli qəhrəman Albert Aqarunovun məzarına ziyarət olunması kimi məsələlər var idi gündəlikdə. Əslində, gündəliyin bu şəkildə elan olunması özü artıq verilmiş bir mesaj idi. Yəni, mesaj nədən ibarət idi? Mesaj ondan ibarət idi ki, Azərbaycanda kifayət qədər böyük Yəhudi icması var. İkincisi, Azərbaycan və İsrail uzun müddətdir ki, iki tərəfli münasibətləri ən yüksək səviyyəyə qədər çatdıran iki dövlət olublar. Və üçüncüsü, Yəhudi əsilli şəxslər də Azərbaycanda bu torpaq uğrunda müharibədə, döyüşlərdə iştirak eləyir və şəhid olurlar və bununla da qürur duyulması məsələsi idi. Yəni bu veriləcək mesajlar artıq səfərin gündəliyi elan olunanda artıq mesajlar verilmişdi.
Amma səfər son anda təxirə salındı, daha sonraki müddətə təxirə salındı. Təbii ki, əsl məqsəd nədən ibarətdir? Bunu demək çətindir, çünki müxtəlif səbəblər ola bilər. Amma hal-hazırda İsrailin həqiqətən də bir tərəfdən Livan istiqamətində əməliyyatlar, digər tərəfdən İraqa Şiə milisinə qarşı əməliyyatların keçirilməsi ilə bağlı gözlənilən hücum. Üçüncüsü, ən vacibi, İsrailin özünün daxilində hərbi elita ilə siyasi elita arasında bu və ya digər məsələlərdə olan fikir ayrılıqları. Bir neçə gün əvvəl İsrailin təhlükəsizlik rəhbərinin iyun ayının 15-də istefaya gedəcəyi ilə bağlı verdiyi bəyanat və eləcə də Netanyahunun özü ilə bağlı məhkəmə proseslərinin davam etməsi, bilirik ki, İsraildə korrupsiya və digər məsələlərlə bağlı cinayət işləri var və ən nəhayət gözlənilən təhlükə, yəni İsrail kəşfiyyatının dünyada güclü kəşfiyyatlardan biri olduğunu kifayət qədər yaxşı bilirik və əvvəldən də təhlükəsizlik məsələləri ön planda idi. Söhbət Azərbaycanda İsrail Baş nazirinin təhlükəsizlik təminatından getmir. Söhbət İsrailin özünün təhlükəsizlik məsələsi var idi və nəticədə özüm çox gözlətmədi. Yəni Hüsilər tərəfindən qeyd edildiyi kimi İsraildə hava limanının bombardman edilməsi və s. bütün bunlar doğrudan da səfərin təxirə salınması üçün yetərli məncə səbəblərdir və mən onun tərəfdarıyam ki, burada hər hansı bir alt məna da axtarılmasın. Yəni doğrudan da ya İsrail Baş naziri yarım günlük, bir günlük bir səfər eləyib geri qayıtmaq məcburiyyətində olacaqdı. Yox, əgər planlaşdırılan o 5 günlük səfər müddətində görüşlər və s. ki planlaşdırılırdı, onlar baş tutacaqdısa, onun indiki mərhələdə keçməsi İsrail üçün, belə deyək, çətin bir proses olardı. Ona görə də nəticədə görüşün təxirə salınması ilə bağlı qərar qəbul olundu. Amma mən tamamilə əminəm ki, proseslər səngiyəndən sonra, yəni bir balaca o yüngülləşəndən sonra İsraildə təhlükəsizlik məsələləri ilə bağlı təhdidlər bu səfər baş tutacaq. Rəşad bəy, siz də biraz öncə toxundunuz bu Yəməndəki Husilər tərəfindən Təl-Əvivdəki Ben Quriyon beynəlxalq hava limanına raket zərbələrindən sonra İsrail ilə İran arasında gərginlik daha da artıb, yəni tərəflər artıq bir-birini savaşla, müharibə ilə hədələyirlər. Düzdür, biz zaman-zaman biz bu gərginliyin artmasının şahidi oluruq, amma hər dəfə bu gərginlikdən sonra bölgədə bir savaş ab-havası hökm sürür. Bu dəfəki gərginlik savaşla nəticələnmə ehtimalı varmı, bitmə ehtimalı? Bilirsiniz necədir? Artıq uzun müddətdir ki, İsrail addım-addım İrana qarşı əməliyyatların keçirilməsinə, belə deyək, doğru gedir. Məsələ burasındadır ki, biz Qəzza zolağında İsrailin başladığı əməliyyatlardan sonra istəyir Həmas tərəfindən, istəyir Livanda Hizbullah tərəfindən, istəyir Yəməndə Hüsilər tərəfindən aktiv şəkildə İsrail ərazisinə hava zərbələrinin və s. şahidi olduq. Və bu da əslində təbii idi və gözlənilən idi. Çünki belə deyək, İran dəstəkli qrupların bu istiqamətdə İsraillə bu və ya digər şəkildə döyüşlərə girməsi əslində labüd idi. Çünki sifariş təbii ki, İrandan gələn sifarişlər idi. Və İran da mütləq şəkildə İsrailin başını öz sərhədləri ərazisində nə-nəyəsə qatmaq məcburiyyətində idi. Çünki mənim şəxsi qənaətim ondan ibarət idi ki, Qəzza zolağında əməliyyatlar olmasaydı, Livan istiqamətində Hizbullahla döyüşlər olmasaydı, Hüsilərlə bağlı fəaliyyət olmasaydı, İsrail birbaşa İrana hədəfə alan əməliyyatlara çoxdan start verəcəkdi. Sadəcə olaraq bu əməliyyatlar birbaşa hücumu ləngitdi. Amma İsrail ondan sonra ikinci bir taktikadan istifadə eləməyə başladı. Bu da gələcəkdə İrana hərbi müdaxilə ehtimalı zamanı ətraf ölkələrdə İrana bağlı qüvvələr tərəfindən
İsrailə gələ biləcək təhlükənin aradan qaldırılması üçün əməliyyatlara başladı. Yəni başqa sözlə İsrail belə hesab eləyir ki, sabahları İranla birbaşa əməliyyatlar olacaqsa, mütləq şəkildə adı çəkilən Hizbullah, Həmas, Hüsilər, İraqda Şiə milisi və s. istiqamətindən İsrailin hədəf alınması mümkündür. Ona görə də həmin qüvvələrin zəiflədilməsi istiqamətində indidən fəaliyyət həyata keçirir. Burada Hüsilər tərəfindən hava limanının vurulması ilə bağlı əməliyyat olmasaydı belə, başqa səbəblərdən mütləq şəkildə tapılacaqdı və ortaya çıxacaqdı. Necə ki, biz artıq uzun müddətdir ki, İraq istiqamətindən konkret olaraq Şiə milisləri tərəfindən İsrailə qarşı hər hansı bir əməliyyatlara şahidlik etmirik. Hətta bir müddət əvvəl onlar tamamilə silahı yerə qoyub İraq hökumətinə tabe ola biləcəkləri ilə bağlı bəyanatlarla da çıxış elədilər. Amma buna baxmayaraq həmin istiqamətdə hücumlarla bağlı əməliyyatların hazırlandığı və İsrailin İraqa girə biləcəyi ilə bağlı əməliyyatın hazırlanması da faktdır. Bu gizlədilmir və İsrailin hərbi siyasi rəhbərliyi tərəfindən də dəfələrlə bəyan edilib. Yəni söhbət ondan gedir ki, bu günləri artıq İranın küncə sıxışdırılması planına həyata keçirir İsrail. İsrail əslində yenə deyirəm, çoxdan başlamaq istəyir əməliyyatlara. Bu günə qədər onu dayandıran Biden hakimiyyəti idi. İndi isə dayandıran faktiki olaraq Trump hakimiyyətidir. Trump hələ ki İran istiqamətində birbaşa döyüş əməliyyatlarını məqbul hesab etmir. Bunun da səbəbləri var, çünki biz bilirik ki, Trump hakimiyyətə gələndən sonra bir sıra istiqamətdə maliyyə ilə bağlı qənaət rejiminə keçdi faktiki olaraq. Hətta Suriyadan qoşunların çıxarılması, ayrı-ayrı bölgələrdə hərbi kontingentin sayının azaldılması və o cümlədən də ümumilikdə Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsinin 10%-ə qədər azaldılması istiqamətində bir plan nəzərdə tuturdu. Amma o baxımdan da indiki mərhələdə İranla birbaşa döyüşlərə girmək nəticə etibarilə həm əlavə itki, həm əlavə maliyyə itkisi və s. səbəb ola bilər. Ona görə də maksimum şəkildə təzyiq yolu ilə istədiyini almaq istəyir hələ ki Amerika Birləşmiş Ştatları. İsrail isə təzyiq yolu ilə hər hansı bir irəliləyişə nail olmağa mümkün olmayacağı qənaətindədir. Ona görə də tam hazırlıq vəziyyətindədir. Bu hazırlıq artıq başa çatıb, planlar hazırdır. Belə deyək, əməliyyatla bağlı ümumi razılıq qərar veriləcəksə, bir gün içində İsrailin həmin əməliyyatlara başlamaq üçün imkanları var. O başqa məsələdir ki, bu müharibənin qalibi faktiki olaraq olmayacaq. Çünki İran İraq deyil, İran digər bir ölkə deyil. İran kifayət qədər oturuşmuş, belə deyək, ayrı-ayrı ölkələrdə özünə uyğun qüvvələr formalaşdırmış, uzun illər ərzində onları maliyyələşdirmiş, silah və texnika ilə təmin etmiş bir ölkədir. Təbii ki, bir günün içində bu əməliyyatların uğurla başa çatmasını gözləmək mümkün deyil. İsrail adına və Amerika Birləşmiş Ştatları adına deyirəm, uğurla başa çatması. Amma nəticə etibarilə təbii ki, ağır bir müharibə olacaq və o baxımdan da Amerika Birləşmiş Ştatlarının daha böyük hədəfi olduğu üçün, daha böyük prioritetləri olduğu üçün hələ ki bu istiqamətdə maksimum şəkildə belə deyək əməliyyatları geri çəkir. Amma davamlı şəkildə bəyanatlarla da çıxış eləyərək bildirir ki, əgər danışıqlar baş tutmasa, hərbi əməliyyatlardan başqa yol qalmayacaq. Rəşad bəy, ABŞ-dan söz düşmüşkən biraz mövzularımızdan yayınırıq. ABŞ üçün prioritet hansı ölkə və yaxud da dövlətlərdir və yaxud da hansı istiqamətdir? Çünki bugün ABŞ, biz Rusiya-Ukrayna meydanında görürük. ABŞ Çinlə gərginliyi var. Yaxın Şərqdə yenə ABŞ-ın belə deyək, İsrailə dəstəyi. ABŞ üçün prioritet hansıdır? Hansını birinci həll edib sonra növbəti mərhələyə keçə bilər? Əslində Trump hakimiyyəti üçün prioritetin nə olduğuna baxmaq üçün Trumpın birinci hakimiyyətinə baxmaq kifayətdir. Birinci hakimiyyətdə Trumpın iki hədəfi var idi. İranın zəiflədilməsi və Çinin zəiflədilməsi idi. Bu prioritet idi. Amma sonraki dövrdə Rusiya və Ukrayna arasında müharibənin meydana çıxması səbəbi ilə bu məsələ də prioritetlər sırasına salındı. Amma bu məsələdə prioritet, belə deyək,
konkret özünün bu və ya digər iqtisadi maraqlarının təmin olunması istiqamətində fəaliyyət etibar edirdi. Yəni bu üçün Amerika Birləşmiş Ştatlarına Ukraynanın taleyi bir o qədər maraqlı deyil və müharibədə kimin qalib gələcəyi də bir o qədər maraqlı deyil. Əsas olan özünün hədəfləri idi və həmin hədəflərə də çatdı, yəni müvafiq sazişin imzalanması ilə. Və biz həmin saziş imzalanandan dərhal sonra həm Rubionun, dövlət katibinin, həm vitse-prezidentin bəyanatlarında eyni bir detalı gördük. Detal da ondan ibarət idi ki, Amerika Birləşmiş Ştatları danışıqlar prosesindən çəkilə bilər və Amerika Birləşmiş Ştatları üçün prioritet, daha böyük prioritet var, o da Çindir. Yəni, birinci yerdə bu günləri Amerika Birləşmiş Ştatları özü üçün Çini ən böyük təhlükə olaraq qoyub və digər Rusiya istiqamətində fəaliyyət, İran istiqamətində fəaliyyət də əslində Çini təkləmə siyasətinin tərkib hissəsidir. Yəni, kifayət qədər yaxşı başa düşür Amerika Birləşmiş Ştatları ki, sabahları Çin birbaşa bu və ya digər şəkildə Çinlə münaqişə olacaqsa, bir nömrəli müttəfiqlərindən biri Rusiya, digəri də İran olma ehtimalı kifayət qədər yüksəkdir bu məsələdə. Ona görə də Rusiya ilə yaxınlaşmaq faktiki olaraq Rusiya ilə Çin arasında müəyyən məsafə qoymağa hesablanan bir fəaliyyətdir və əslində deyim ki, nəticəsi də oldu. Yəni, Rusiya ilə Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin birinci görüşündən sonra iqtisadi məsələlərlə bağlı bu və digər razılığa gəlmə ehtimalları haqqında danışılandan dərhal sonra Çinlə Ukrayna arasında iqtisadi sahədə bir sazişə şahidlik etdik biz. Bu əslində Çin tərəfindən Rusiya verilmiş mesaj, Ukrayna tərəfindən də Amerika Birləşmiş Ştatlarına verilmiş mesaj idi. İran da prosesin tərkib hissəsidir və bu günləri Rusiyanı bu və ya digər şəkildə neytrallaşdırmaqla sabahları İrana olacaq həmlələr zamanı da Rusiyanın prosesə qatışmaması nəzərdə tutulur və nəticədə İran məsələsi bitəndən sonra da əsas hədəf olaraq ki, Çin qoyulacaq və Çin tamamilə müttəfiqsiz qalma ehtimalları üzərində iş gedir. Yəni, bütün plan ona hesablanıbdır və biz belə deyək də, Trumpın hakimiyyətə gələndən sonra verdiyi bəyanatlarda nə qədər xatiklik olsa da, yəni bu günləri bir bəyanat verib sabahlara əleyhinə bəyanat vermək artıq adi bir hala çevrilibdir Amerika Birləşmiş Ştatları üçün. Elə bayaq haqqında danışdığım, yəni uzun bir təqribən 2 ay ərzində davamlı şəkildə hərbi büdcənin 10% azaldılmasından danışıb, birdən-birə 2026-cı il büdcəsi üçün Konqresə indikindən 13% daha artıq və Amerika Birləşmiş Ştatları tarixində rekord həddə 1 trilyondan artıq dollar vəsait istənilməsi onu göstərir ki, doğrudan da hədəf artıq Çindir. Çünki o istiqamətdə əlavə qüvvələrin yerləşdirilməsi vəsait tələb eləyir. Çinin ətrafında olan Amerika Birləşmiş Ştatları ilə bu və ya digər şəkildə yaxın olan, müttəfiq olan ölkələrin hərbi təhlükəsizliyin təmin edilməsi əlavə vəsait tələb eləyir. Tayvana əlavə silah-sursatın ötürülməsi vəsait tələb eləyir və eləcə də növbəti mərhələdə belə deyək, Avropa İttifaqının təhlükəsizliyindən geri durmaq, yəni NATOdan bu və ya digər şəkildə geri çəkilmək özü də Amerika Birləşmiş Ştatları üçün əlavə hərbi sahədə yeni şeyləri məcbur edir özü üçün. Çünki hər nə qədər NATOnun, Avropa İttifaqının təhlükəsizlik sistemi böyük ölçüdə Amerika Birləşmiş Ştatlarından asılı olsa da, amma Amerika Birləşmiş Ştatlarının özünün də bu və ya digər şəkildə Avropa İttifaqı və NATOnun ayrı-ayrı ölkələrində olan sistemlərə və sairəyə ehtiyacı var. Sabahları NATOdan çəkilmə ehtimalı qarşısında təbii ki, bunları tək başına təmin etməlidir. Ona görə də bu dərəcədə böyük büdcə ilə çıxış eləyir və bu dərəcədə böyük büdcə Hind okeanı istiqamətində əlavə gəmilərin göndərilməsi, əlavə təyyarələrin göndərilməsi və s. bu dəqiqə prioritet doğrudan da Çin olduğunu deməyə əsas verir. Aydındır. Bu arada mən tamaşaçıların diqqətinə çatdırım ki, siz CNS televiziyasının efirində Doğru Məkanı izləyirsiniz və verilişimiz canlı olaraq yayımlanır. Verilişdə müzakirə olunan məsələlərlə bağlı sizin də fikirləriniz, rəyləriniz olarsa, CNS televiziyasının YouTube və Facebook səhifələrindən bizə ünvanlaya bilərsiniz. Biz də çalışacağıq ki, qarşıdakı dəqiqələrdə sizin də fikirlərinizə yer verək, sizin də suallarınızı cavablandıraq. Bir də dəyərli izləyicilərdən xahişimiz, ənənəvi təmənnamız ondan ibarətdir ki, verilişimizi bəyənin, paylaşın, kanalımıza abunə olun, bizə dəstək göstərin.
Rəşad bəy, ötən günün ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycanlı deputatın Azər Badamovun Rusiya buraxılmaması oldu və burada diqqət çəkən bir çox məqam var, bir çox detal var. Burada birincisi Azər Badamov Azərbaycan-Rusiya parlamentlər arası dostluq qrupunun üzvüdür və ikincisi də Azər Badamov 10 gün bundan əvvəl Rusiyada səfərdə olub, Dağıstanda səfərdə olub və maraqlıdır ki, niyə məhz bu səfərdə ona qadağa qoyulub, stop işarəsi qoyulub, niyə buraxılmayıb? Bununla bağlı bir Xaricilər Nazirliyi də açıqlama yaymış ki, bu qeyri-səmimi, qeyri-dost addımdır. Necə düşünürsünüz? Niyə buraxılmayıb? Məqsəd nədir? Yəni doğrudan da maraqlı hadisədir. Çünki yenə deyirəm, birincisi sən orada Heydər Əliyevin anım gününü keçidirsən və onunla bağlı nümayəndə heyəti dəvət edirsən. Sonra dəvət olunan nümayəndə heyətinin tərkibindən birini hava limanında saxlayıb ölkəyə girişinin qadağan olunduğunu bəyan edirsən. Sonra məlum olur ki, bu məsələ Azər Badamovun Valuyevlə bağlı ifadələri əsasında belə bir qərar alınıbdır. Bu qərar əgər Valuyevlə bağlı alınıbsa, deməli çoxdan alınan qərardır. Çünki həmin hadisədən artıq bir xeyli müddət keçib. Və ondan sonra Azər Badamov Rusiya ərazisində olubsa və hər hansı bir girişinə, çıxışına, hər hansı bir qadağı olmayıbsa, saxlanılması hadisəsi olmayıbsa, deməli ki, bu dəfəki məqsəd təkcə, belə deyək, Azər Badamovun kiminsə haqqında nəsə deməsi ilə bağlı olan məsələ deyil. Çünki, yəni deyirəm, sırf bu səbəb olsaydı, belə 10 gün bundan qabaqki səfər zamanı girişinə icazə verilməzdi və hər şeydə məlum olardı. Bunun xüsusən də indi baş verməsi, yəni təsəvvür eləyin, bir neçə gün sonra Rusiyada Alman faşizmi üzərində qələbənin yubileyə qeyd olunur. Ayrı-ayrı ölkələrin rəhbərləri dəvət olunur. Azərbaycan prezidenti dəvətlilər sırasındadır və sən indi həmin hadisəyə bir neçə gün qalmış Azərbaycanla bağlı belə bir addım atırsansa, bunun arxasında nəyin dayandığı olduqca maraqlıdır. Yəni, ilkin versiya ondan ibarət edir ki, bu təxribatdır. Rusiya daxilində kimlərsə münasibətlərin gərginləşməsində maraqlı ola bilərlər. Amma bu təxribat olsaydı, Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq mövqeyindən sonra Rusiya ən azından buna bir cavab verərdi. Rusiya tərəfinin hələ də buna hər hansı bir münasibət bildirməməsi və faktiki olaraq səssizlik nümayiş etdirməsi onu deməyə əsas verir ki, qərar ən yüksək səviyyədə qəbul olunan qərardır. Və o baxımdan da təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi biraz yumşaq ifadələrlə qeyd edib ki, bu qeyri-dost münasibətidir. Bu qeyri-dost münasibətindən çox birbaşa düşmənçilik münasibətidir. Yəni, bunun, yenə deyirəm, arxasında nə dayanırsa dayansın, sən Azərbaycanla müttəfiq olduğu bəyan edən ölkəsənsə, Azərbaycanla strateji tərəfdaş olduğu bəyan edən ölkəsənsə, bütün platformalarda biz Azərbaycanla çox yaxşı münasibətlərimiz var deyirsənsə, davamlı şəkildə Rusiyadan bu və ya digər nümayəndə heyətlərinin Azərbaycana Rusiya səfərləri baş verirsə, ikitərəfli münasibətlər və s. məsələlərdə hər hansı bir, belə deyək, problem ən azı, görünən problemlər yoxdursa, sən bu addımı atırsansa, deməli sən hansısa alt məqsədlər daşıyırsan burada. Yəni, bu birbaşa, belə deyək, Azərbaycanla bağlı Rusiya tərəfindən bir demarşdır və buna da mütləq şəkildə cavab verilməlidir. İkinci bir məsələ də var. Yəni, söhbət sırf parlamentin deputatının Rusiyada Azərbaycanla bağlı, Azərbaycanlılarla bağlı həqarət işlədən birinə verilmiş cavabına münasibətdirsə bu, parlamentdə o istiqamətdə çoxlu sayda insanlar danışdılar. Bizlər politoloqlar olaraq, siyasilər olaraq dəfələrlə həmin mövqeni qınayan çıxışlar eləmişik və daha sərt formada da ifadələr işlətmişik. Belə çıxır ki, Rusiya həmin şəxslərin hamısı ilə bağlı bir siyahı hazırlayıb və kimin nə vaxt istəyir, o vaxt həmin adam qara siyahıya düşüb deyib deportasiya eləyir. Yəni, bunun qaydası var da, bu adamlarla bağlı əgər bir qara siyahı varsa, bu əvvəldən elan olunur ki, bu adamların ölkəyə girişinə qadağa qoyulur. Amma sən bunu elan eləmirsən və yenə deyirəm, 10 gün qabaq deputat Rusiya səfər eləyir, hər hansı bir maneçilik törətmirsən, indi sənə deməli Azərbaycanla münasibətlərdə nəsə problemlər lazımdır ki, sən bu məsələni bu şəkildə ortaya qoydun və millət vəkilinin də
ölkədən çıxarılması ilə bağlı bir qərar qəbul elədin. Təbii ki, mən düşünürəm ki, bununla bağlı cavab addımları olmalıdır və hətta əgər belə deyək, gözlənilən səfərə qədər, yəni 9 maya qədər bu istiqamətdə Rusiya hər hansı bir ağla batan, belə deyək, səbəb göstərməyəcəksə və yaxud da bir izahat ortaya qoymayacaqsa, yanlışlıq olubsa, bununla bağlı bir üzrxahlıq olmayacaqsa, heç həmin o paradda iştirak belə arzu olunan deyil. Aydındır. Paraddan söz düşmüşkən, Rəşad bəy, 9 mayda Putin möhtəşəm parada hazırlaşır. Yəni, faşizmin üzərində qələbənin 80 ili ilə bağlı və bu paradla bağlı siyasət adamları, politoloqlar iddia edirlər və söylürlər ki, Putin əslində bu paradda bir növ bu 3 il ərzində Ukraynada itirdiyi, belə deyək də, böyük canlı və hərbi texnikanın daha yumuşaq formada, yəni onu göstərmək istəyir ki, əslində biz tükənməmişik və biz ayaqdayıq. Bunu nümayiş etdirmək istəyir. Digər bir tərəfdən də həm də onu nümayiş etdirmək istəyir ki, yəni Ukrayna ərazisində hələ də hücumlar davam edəcək. Yəni Rusiya bu xüsusi əməliyyatı davam etdirəcək. Hərçənd ki, bu xüsusi əməliyyatlar da uğurla alınmadı. Bu başqa bir tərəfi. İkinci bir tərəfi ondan ibarətdir ki, bu parad ətrafında həm də bu təxribat şayələri yayılıb. Çünki həmin gün güya təxribat baş verə bilər. Nəzərə alsaq ki, bu parada dünyanın nüfuzlu ölkələrinin rəhbərləri, eyni zamanda biraz öncəsi dediyiniz ki, Azərbaycan prezidenti də dəvət edilib. Təxribat ehtimalı nə qədərdir burada və Zelenski də ötən gün açıqlama vermişdi ki, burada təxribat gözlənilir və təxribat törədib bütün bu məsuliyyəti atacaqlar Ukraynanın boynuna. Bu iddialar nə qədər doğrudur? Əvvəl onu qeyd edeyim ki, təbii ki, Putinin bu şəkildə parad keçirtmək cəhdi həm Rusiyanın hələ tükənmədiyini təqdim etmək baxımından, həm Dünya Birliyindən təcrid olunmadığını və Rusiyanın dostlarının da olduğunu təqdim etmək baxımından onun üçün önəmli bir, belə deyək, tədbirdir Rusiya üçün. Və təbii ki, bu istiqamətdə Zelenskinin bəyanatları ki, heç kimə, belə deyək, təhlükəsizlik zəmanəti verilmir və s. istiqamətdə olan bəyanatları əslində biz həmin ərazini bombalayacağıq anlamına gəlmir. Bu, faktiki olaraq Rusiya tərəfindən belə bir təxribatın törənə biləcəyi və nəticə etibarilə bunun Ukraynanın üzərinə atılacağı ilə bağlı bir həyəcan siqnalı idi Ukrayna tərəfindən verilən. Amma mən açığı düşünmürəm ki, parad keçirildiyi müddətdə hər hansı bir təxribat və yaxud da hər hansı bir Ukrayna tərəfindən müdaxilə halı olsun. Çünki birincisi, bu Ukraynanın özünə çox böyük ziyan verə bilər. Biz qeyd elədik artıq, paradda Çinin sədri iştirak eləyir, paradda Hindistanın rəhbərliyi gəlməsə də Müdafiə Naziri səviyyəsində iştirak eləyəcək, paradda Braziliyanın rəhbərliyi iştirak eləyəcək, SNG ölkələrinin rəhbərləri iştirak eləyəcək, eyni zamanda Avropanın özündən də Vučićin indi xəstəlik məsələsi var, nə qədər iştirak eləyəcək hələ dəqiq deyil. Ziatronun və digərlərinin belə bir iştirakı nəzərdə tutulan tədbirə hədəf alıb özünü Ukraynanın hədəfə çevirmək təbii ki, Zelenskinin maraqlarında olan bir şey deyil və ona görə də Ukrayna tərəfindən hər hansı bir müdaxilə burada tamamilə kənara atılmalıdır. O ki, qaldı Rusiyanın daxilində Rusiya tərəfindən belə bir təxribatın baş verib bunu Ukraynanın üzərinə atılması, bu da inandırıcı bir şey deyil. Çünki onda Rusiya öz ərazisində belə təhlükəsizliyi təmin edə bilməyən ölkə imicini alacaq və xüsusilə də xarici qonaqların, ayrı-ayrı ölkə rəhbərlərinin təhlükəsizliyini təmin edə bilməyən bir ölkə adını alacaq ki, bu da Rusiyanın imici üçün olduqca, belə deyək, təhlükəli bir məqamda. Ona görə də mən açığı paradda kiminsə təxribat törədəcəyi və yaxud da
Ukrayna tərəfindən hədəf alınacağı ilə bağlı fikirlərlə razı deyiləm. Rəşad bəy, niyə təxribat mövzusunu, yəni para döngəsi, burada məqsəd nədir bunu yaymaqla, bu şayəni yaymaqla? Təbii ki, Ukrayna tərəfinin bu istiqamətdə mövqe bildirməsi və bunu inkişaf elətdirməsinin əsas səbəbi ayrı-ayrı ölkələrin həmin paradda iştirakının qarşısını almağa hesablanıb. Yəni, başqa sözlə gedib Putinlə bir sırada dayanıb bir hərbi paradı qəbul etməməyə çağırış kimi səslənə bilər bu. Burada bir təxribat olacaqsa, o da Rusiyanın özünün siyasi rəhbərliyi tərəfindən olacaq. Yəni, hansı formada olacaq? Misal üçün, həmin paradda Ukrayna əsirlərinin keçidi olacaqsa, bu çox böyük təxribat olacaq. Və yaxud da həmin paradda Ukraynadan ələ keçirilmiş hərbi qənimətin nümayişi həyata keçiriləcəksə, bu doğrudan da təxribat olacaq. Yəni, bütün bunların düşünürəm ki, ora gedən ölkə rəhbərləri də bütün bu məqamlarla bağlı əvvəlcədən yəqin ki, Rusiya tərəfindən hansısa qarantiyalar alıblar. Çünki Alman faşizmi üzərində qələbənin 80 illiyi bir şeydir. Rusiyanın tək kiminləsə müharibə aparıb, əsir götürməsi və yaxud da hərbi qənimət əldə etməsi başqa bir şeydir. Azərbaycan olaraq, misal üçün, biz Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyan ölkəyik və gedib orada bunlara şahid olmaq bizim marağımızda deyil. Eləcə də digərləri, hətta Çin belə o cür halla üzləşmək istəməz. Ona görə də düşünürəm ki, bu məsələlər yəqin ki, əvvəldən Rusiya rəhbərliyi tərəfindən, Rusiyanın rəhbərliyi ilə razılaşdırılıb. Çünki əks halda doğrudan da xoşagəlməz bir situasiya meydana gələ bilər. Rəşad bəy, Rusiya-Ukrayna arasındakı danışıqlar, bunun fonunda Amerikanın vasitəçiliyi, ABŞ-ın əslində son vaxtlar bir qeyri-müəyyənlik yaranıb, bir təzad var. Həm danışıqlarda, həm ABŞ-ın vasitəçiliyində, həm ABŞ-Ukrayna arasındakı bu resursların, təbii resursların birgə istismarı ilə bağlı razılaşma əldə edildikdən sonra ABŞ-ın bu vasitəçilikdən geri çəkilməsi, sonra Rusiyadan, Kremldən belə bir açıqlama gəldi ki, Ukrayna ilə bağlı ABŞ-la Rusiyanın mövqeləri üst-üstə düşür. Yəni, belə qarışıq bir xaos hökm sürür bu üçbucaqda, bu danışıqlarda. Hal-hazırda orada mövcud vəziyyət necədir? Savaşın bitmə ehtimalı, atəşkəs ehtimalı nə qədər gözləniləndir? Məsələ burasındadır ki, danışıqlar faktiki olaraq tupikə düşüb. Yəni, dalana dirənir. Baxın da, yəni söhbət nədən gedir? Söhbət biz birinci mərhələdə davamlı şəkildə Ukrayna təzyiqlərinin şahidi olduq. Yəni, xüsusən də Amerika Birləşmiş Ştatları tərəfindən təzyiqlərin şahidi olduq. Bu təzyiqlər də özündə tez bir zamanda mineral ehtiyatlarla bağlı sazişin imzalanması ilə bağlı idi. Ardınca Trump tərəfindən bir aylıq atəşkəs təklifi irəli sürüldü və Ukrayna tərəfi bunu qəbul etsə də, Rusiya tərəfi bu istiqamətdə hər hansı bir addım atmadı, məsələyə belə deyək, müsbət yanaşmadı. Əvəzində biz sonraki dövrdə əvvəl Pasxa günü bir günlük, sonra indi 3 günlük atəşkəs təklifini faktiki olaraq şahidlik eləyirik Rusiya tərəfindən. Təbii ki, bunlar müharibənin dayandırılması üçün və doğrudan da bir masa arxasında oturmaq üçün yetərli addımlar deyil. O baxımdan Amerika Birləşmiş Ştatlarının əgər prosesdə uğur əldə edilməsə, bizim daha vacib prioritetlərimiz var və biz danışıqlar prosesindən geri çəkiləcəyik bəyanatı tamamilə əslində, belə deyək, Trumpın seçki-qabağı dövrdə və eləcə də hakimiyyətə gələndən sonra müharibəni dayandıracağı ilə bağlı verdiyi bəyanatlarla bir tərs mütənasiblik təşkil edir. Yəni, ya Trump çıxıb elan eləməlidir ki, mən həqiqətən də bacarmadım və bacarmadımsa kimin ucbatından bacarmadım. İndiyə qədər bu məsuliyyət yükü Ukraynanın üzərinə qoyulurdu. Amma Ukrayna ilə mineral ehtiyatlarla bağlı saziş imzalanandan sonra bu istiqamətdə biz artıq Ukraynaya təzyiqlərin şahidi olmuruq. Ortada qalır ABŞ-ın Rusiya ilə münasibətlərdə nə qədər təzyiq vasitələrindən istifadə etməsi. Yəni, düzdür, bir illik müddətə sanksiyaların qüvvədə qalması ilə bağlı qərar oldu. Amma bütün bunların fonunda Ukraynaya bundan sonra da dəstək davam eləyəcəkmi? Ukraynaya lazım olan texnika və s.
təminatı həyata keçiriləcəkmi, əlavə maliyyə yardımları və s. Təkcə belə deyək, o sazişdən gələn gəlirlər yox. Ümumiyyətlə, indi hələ saziş işləmədiyi dövrdə ayaqda durması üçün davam eləyəcəkmi bunlar ki, Rusiya təzyiq olsun, yoxsa Amerika özünü bir tərəfə çəkib, mənsiz danışın demək yolunu tutacaqsa, təbii ki, hər hansı bir, belə deyək, müsbət irəliləyişlərə nail olunmayacaq. Çünki tərəflər arasında sülhlə bağlı təkliflər paketi bir-birindən o qədər fərqlidir ki, iki tərəfin bir masa arxasında oturub nədəsə güzəştə etmək ehtimalları olduqca aşağı görünür. İndi ortada belə bir, necə deyərlər, fəaliyyətə şahidlik eləyə bilərik biz. Amerika Birləşmiş Ştatları hansısa formada, müəyyən müddətlik də olsa, Ukraynaya təzyiq etməmək üçün və Rusiya ilə də bərpa etdiyi münasibətləri pozmamaq üçün danışıqlar prosesindən kənara çəkilir. Bu, heç bir halda, indiki halda Rusiya maraqlarına cavab vermir. Çünki onun danışıqlar prosesindən geri çəkilməsi Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqının və Böyük Britaniyanın mövqelərinin güclənməsinə, Ukrayna üzərində mövqelərinin güclənməsinə səbəb olacaq və nəticədə biz həm böyük miqdarda hərbi dəstəyə şahidlik eləyə bilərik, həm də qısa yox, az saylı bir kontingentlə də olsa Ukraynaya hərbi qüvvə yerləşdirməyinə şahidlik eləyə bilərik. Bu, heç bir halda Rusiyanın maraqlarına cavab vermir. Çünki hər nə qədər Ukrayna NATO üzvü olmasa da, faktiki olaraq Avropa İttifaqı üzvlərinin, Böyük Britaniyanın orada hərbi heyətlə təmsil olunması elə NATO qoşunlarının Ukraynaya yerləşməsi kimi bir şeydir ki, bu Rusiyanın maraqlarına cavab vermir. Rusiya nə etməlidir onda? Bunlara hədəf alan əməliyyatlar keçirməlidir. Hədəf alan əməliyyatlar keçirəndə də birbaşa NATO üzvlərini hədəf alırsan deyənə artıq bütün NATO'nun birbaşa Rusiya ilə aktiv müharibəyə girmə ehtimalı ortaya çıxır. Rusiya təbii ki, bunları başa düşür və istəmir. Ona görə də maksimum şəkildə Amerika Birləşmiş Ştatlarının danışıqlar prosesində qalmasını istəyir. Baxın da, biz bir ay bundan qabaq davamlı şəkildə Rusiya rəsmiləri tərəfindən eyni mövqeni eşidirdik ki, Zelenski ilə hər hansı bir danışıqlar aparmaq niyyətimiz yoxdur. Biz onu legitim prezident hesab etmirik və s. və ilaxır. Amma Amerika, mən danışıqlar prosesindən geri çəkilə bilərəm deyəndən sonra Rusiya tərəfi Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu bildirir. Bu, təbii ki, Rusiyanın bu və ya digər şəkildə artıq ehtiyatlandığını deməyə əsas verir. Və ikinci məsələ, sabahları Amerika Birləşmiş Ştatları ora investisiya cəlb eləyəcəksə və o təbii ehtiyatların çıxarılması ilə bağlı işlərə başlayacaqsa, Rusiya tərəfindən həmin ərazilərin hədəfə alınması faktiki olaraq mümkün olmayan bir şeydir. Çünki hər nə qədər həmin sazişdə Amerika Birləşmiş Ştatları Ukraynaya təhlükəsizlik zəmanəti verməsə də, amma ora sərmayə cəlb eləyirsə və təkcə Amerika sərmayəsindən söhbət getmir, ora Avropadan da sərmayə cəlb olunacaq, digər yerlərdən də sərmayələr cəlb olunacaq. O iri şirkətlərin gəlib ora pul qoyması üçün, Amerika Birləşmiş Ştatlarının oradan qazanc götürməyə başlaya bilməsi üçün mütləq şəkildə atəşkəs lazımdır, müharibənin dayandırılması lazımdır. Ona görə də həqiqətən də bu mənada Rusiya, belə deyək, məcbur edilə bilər. Yəni, o imkanlar var. Nələrəsə güzəştə etməyə məcbur edilə bilər. Amma Ukraynanın da o maksimalist mövqeyi, hətta Krımın belə Rusiya ərazisi olaraq tanınmaqdan imtina edilməsi ki, kifayət qədər haqlı mövqedədir əslində Ukrayna. Amma bu, yenə deyirəm, müharibənin daha bir neçə il uzadılmasına səbəb ola bilər ki, bu da indi nə Ukraynanın, nə də əslində Rusiyanın marağında deyil. Böyük dövlətlər, xüsusən də Amerika Birləşmiş Ştatları artıq istədiyini əldə eləyib, təbii sərvətlərlə bağlı sazişi əldə eləyib, NATO şərqə doğru genişlənib, Finlandiya və İsveçin NATO üzvlüyünə qəbuluna. Qalır burada bir dənə Avropa İttifaqı və Böyük Britaniyanın maraqlarının bu və ya digər şəkildə təmin olunması. Onlara da hər hansı bir pay verilməsi məsələsi ortaya çıxacaqsa və Rusiyada bir qism istiqamətlərdən geri çəkilməklə bağlı təzyiqlər nəticəsində məcbur olacaqsa, düşünürəm ki, nəyəsə nail olmaq mümkün olacaq. Yox, bu şəkildə əgər davam eləyəcəksə, təbii ki, müharibənin hələ
bir neçə il uzanmasını da biz görəcəyik. Rəşad bəy, mən sizinlə tamamilə razıyam. Çünki bu savaşı başladanda 3 il bundan əvvəl, yəni Amerika Birləşmiş Ştatlarının siz dediyiniz kimi planları saat kimi işləyib. Hamısı yerində. Saat kimi nə nəzərdə tutulmuşsa hamısı baş verir. Və 3 illik yorucu müharibə, həm Ukrayna xalqı da bu savaşdan yorulub. Rusiyada biraz öncə dedik, böyük canlı itkilər var, hərbi texniki baxımdan itkiləri də çoxdur, hərbi texniki itkiləri də çoxdur və burada diqqət çəkən bir məqam var. Bu bəzi siyasət adamları, politoloqlar, siyasi ekspertlər hər iki ölkəni dəyərləndirərkən burada fikirlər birmənalı deyil. Bəziləri deyir ki, Rusiya biraz öncə dediyimiz böyük itkiləri var, getdikcə zəifləməyə başlayır. Bunun müqabilində Ukrayna artıq öz müdafiə sənayesi üçün böyük işlər görür, yeni dronlar istehsal edir filan belə sadalayırlar. Amma real vəziyyəti, yəni Rusiya mətbuatına baxanda tamam başqadır. Qərb mətbuatı Ukrayna haqqında başqa yazır. Amma əslində gerçəkdə vəziyyət necədir? Çünki 3 illik müharibə, Ukraynanın yarısı dağılıb, əhalinin böyük hissəsi xaricdədir, qaçqın vəziyyətindədir. Rusiya üçün sadəcə insan itkisi böyük, onlar üçün böyük itki sayılmır, sözsüz ki, təəssüf ki, bunu belə qeyd etmək lazımdır. Amma hərbi texniki baxımdan itkiləri çoxdur və onu bərpa etmək üçün də böyük vaxt lazımdır. Biraz öncə dediyiniz kimi, bu savaş hələ uzun müddət davam etmə ehtimalı var. Real bunlar dəyərləndirsə, bu iki dövlətin kimin nə qədər savaş gücü var, davamiyyəti var? Təbii ki, əgər biz Ukraynanın meydanda tək qoyulmasına şahidlik eləsək, Ukraynanın uzun müddət müharibə aparmaq kimi bir imkanları və lüksü yoxdur. Böyük müharibədən söhbət gedir. Təbii ki, partisan müharibələri ola bilər, Rusiyanın mövqələrinə zərbələr endirilə bilər. Amma bu böyük həcmdə müharibəni davam etdirmək demək deyil. Amma yenə deyirəm, bu əgər Ukraynaya verilən dəstək kəsiləcəksə. Rusiya gəldikdə isə biz məsələn 3 il bundan qabaq müharibə başlayanda heç kim müharibənin bu qədər çəkəcəyini təsəvvürünə belə gətirmirdi. Yəni Rusiya ilə bağlı belə deyək, gözləntilər və fikirlər o qədər yüksək idi ki, yəni bir həftə, 2 həftə və s. ərzində, hətta özləri rəsmi bəyanatlarında da bildirirdilər ki, hərbi əməliyyatlar başa çatacaq, bitəcək. Putin birinci 2 ay ərzində bir neçə dəfə ayrı-ayrı tədbirlərdə bəyanatları var ki, Rusiyanın yeni çağırış elan eləyib, əlavə qüvvələr səfərbər etməyi belə baş verməyəcək. Çünki buna bizim ehtiyacımız yoxdur. Amma ondan sonra biz neçə dəfə səfərbərlik haqqında qərarların verilməsinə şahidlik olduq. Məsələn, 3 il bundan qabaq heç kim deyə bilməzdi ki, Rusiya İrandan pilotsuz uçuş aparatları almaq məcburiyyətində qalacaq. Və yaxud da 3 il bundan qabaq heç kim təsəvvürünə yatırmazdı ki, Rusiya cəbhədə döyüşmək üçün Şimali Koreya əskərlərindən istifadə edəcək. Bunu uzun müddət belə deyək, təsdiqləmirdilər, amma bir neçə gün bundan qabaq rəsmi olaraq Rusiya rəhbərliyi tərəfindən də təsdiqləndi həmin fakt və Şimali Koreya əskərlərinin içərisindən də nə qədər əskərin öldüyü haqqında rəqəmlər səsləndirildi. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, Rusiya həqiqətən də bir bataqlığa çəkildi. Sanksiyalar səbəbi ilə iqtisadiyyatı olduqca ağır zərbələr aldı. Hər nə qədər bu günlərə hələ də belə deyək, ayaqda durduğu görüntüsünü yaratsa da, Rusiya ilə müntəzəm əlaqəsi olan insanlar bilir ki, Rusiyanın regionlarında nə qədər fabrik, zavod və s. fəaliyyətini dayandırıb. Yəni, nə qədər insanlar işsiz duruma düşüblər və məhz o işsiz durum səbəbi ilə də Rusiya əslində terror zat hamısı bəhanə idi. Rusiya miqrantlarla bağlı qanunları və qaydaları sərtləşdirmək məcburiyyətində qaldı. Çünki miqrantlar ucuz işçi qüvvəsi kimi işləyirdilər. Yerli əhali daha belə deyək, yaxşı məvacib alırdı. Amma iş yerlərinin bağlanması ilə indi həmin insanların özü artıq ucuz işçi qüvvəsinə çevrilib və ona görə də artıq miqrantlara böyük ölçüdə ehtiyac olmadığı üçün bu istiqamətdə qərarlar sərtləşdirildi. Yəni bu nə deməkdir? Bu yana deyirəm, 2 gün əvvəl Dumanın bununla bağlı xüsusi iclasının keçirilməsi, iqtisadi məsələlərin geniş şəkildə qapalı iclasda müzakirəsi və s. də onu göstərir ki, Rusiya iqtisadi çöküş yaşayır və bundan sonraki mərhələdə həm texnikanı bərpa etmək üçün, həm müharibəni davam etdirmək üçün əlavə maliyyə vəsaitlərinə ehtiyac var.
hələ ki Rusiyanın buna imkanları var, amma 6 aydan sonra, 7 aydan sonra və ya da 1 ildən sonra nə qədər imkanı olacaq, bunu indidən proqnozlaşdırmaq çətindir. O şərtlə ki, yəni deyirəm, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Böyük Britaniya tərəfindən Ukraynaya olan dəstək nəinki davam etdirilsin, hətta biraz da artırılacaqsa, təbii ki, Rusiya üçün bu ağır nəticələrə verəcək. O ki, qaldı real vəziyyət nədir? Real vəziyyət dediyiniz kimi, Ukrayna əhalisinin çox böyük qaçqın və köçkün həyatı yaşayırlar. İnfrastruktur darmadağın edilib. Ərazinin 5/1 işğal altındadır. Bu Rusiya üçün qələbədirmi? Yox. Bayaq saydığımız məsələlərə görə bu Rusiya üçün də qələbə deyil. Xüsusən də Rusiya nə qazanıb? Yəni ərazidən başqa nə götürüb? Heç nə. Rusiyanın onsuz da ensiz bucaqsız əraziləri var idi və bir çox yerlərində də ümumiyyətlə yaşayış yoxdur. Yəni boş ərazilərdir. Yəni əlavə hardansa belə deyək, torpaq tutmaq və s. əslində prioritet deyildi. Prioritet, yəni deyirəm, müharibə başlayanda prioritet Ukraynanın NATO üzvlüyünün qarşısına alıb NATO'nun Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısını almaqdan ibarət idi ki, NATO onu Ukraynasız da həyata keçirdi. Yəni indiyə qədər heç vaxt NATO'ya müraciət eləməyən, daim bir tərəf mövqeyi ilə tanınan İsveç belə faktiki olaraq Rusiya təhlükəsi səbəbi ilə NATO'ya üzv oldu, Finlandiya NATO'ya üzv oldu və nəticədə onsuz da Amerika Birləşmiş Ştatları və NATO'nun genişləndirilməsini istəyənlər istədiklərini əldə elədilər, çatdılar. Rusiyanın düz sərhəddində olduqca böyük və Rusiya ilə həmişə yaxınlığı ilə seçilən bir dövləti ömürlük düşmənə çevirə bildilərmi? Çevirdilər. O istiqamətdə də istədiklərini əldə eləyiblər. İqtisadiyyatını çöktürürlər, hərbi texnika və s. tükəndirirlər və nəticə etibarilə böyük ölçüdə götürəndə istədiklərini artıq nail olublar. İndi qalıb indiyə qədər qoyduqları sərmayəni bu və digər şəkildə geri qaytarmaq, o da Ukrayna tərəfindən məcburi şəkildə sazişlərin imzalanması ilə təmin edilir. Avropanın indi, bayaq da qeyd elədim, hələ də Ukraynaya əslində dəstəyi verməsinin ən böyük səbəbi də ondan ibarətdir ki, Ukrayna indiyə qədər proseslər, Avropa indiyə qədər proseslərdən Amerika Birləşmiş Ştatları tərəfindən kənarda saxlanıldı. Ukraynanın gələcəyində, təbii sərvətlərində hər hansı bir pay sahibi ola bilmir deyənə müharibənin davam etdirilməsini istəyir. Amma sabahları onlar da nəsə alacaqlarsa, düşünürəm ki, onların da biz Ukrayna tərəfə təzyiqlərinə şahidlik eləyəcəyik. Belə iddialar da var Rəşad bəy. Rusiyada xəbəri mən bugün səhər oxudum. Deyirlər, 100 minlərlə Rus bu savaşın bitməsini istəmirlər. Çünki onlar Rusiyanın müdafiə sənayesi istehsalından milyardlarla pullar qazanırlar. Bu savaşın bitməməsinin də bir səbəbi, altına yatan səbəblərdən biri də budur. Bilirsiniz, onsuz da təkcə Rusiya ilə bağlı olan məsələ deyil. Bütün dünyada silah istehsalçıları üçün savaşdan çox böyük pullar qazanan güclərlə ən yaxşı qazanc yeni savaşların, yeni münaqişələrin ortaya çıxmasıdır. Biz Trump hakimiyyətə gələndən sonra daxildə bir təzyiqlə üzləşdiyinə şahidlik etdik. Böyük korporasiyalar və s. Belə deyək, Zelenskiyə təzyiq edilməsi və müharibənin dayandırılmasının əleyhinə çıxış edirdilər. Çünki onların silah satışı məsələsi dayanacaqdı. Amma sonradan onlara başa salındı ki, siz narahat olmayın. Amerika Birləşmiş Ştatları Avropa İttifaqının təhlükəsizliyindən kənara duracaqsa, Avropa İttifaqının da öz təhlükəsizliyini təmin etmək üçün indi işə başlasa, 5, 7, 10 il vaxta ehtiyacı varsa, deməli bu müddətdə onların silah alacaqları yer böyük ölçüdə Amerika Birləşmiş Ştatları olacaq. Yəni sizin hələ bundan sonra rahat şəkildə 5, 6, 7 ildə silah satmaq üçün sifarişləriniz olacaq. İkincisi, hər nə qədər Trump hakimiyyətə gələndə müharibələri dayandıracağının bəyanatını verirdisə, nə Ukrayna-Rusiya müharibəsi dayandı, nə Qəzza zolağında əməliyyatlar dayandı. Əvəzində yeni gərginlik ocaqları meydana çıxmağa başlayıb. Bayaq qeyd elədik, İraq istiqamətində hərbi əməliyyatlar gözləntisi, Pakistan və Hindistan arasında kəskin və gərgin münasibətlər. Yəni, onsuz da o qədər yeni gərgin ocaqlar meydana çıxıb ki, bu silah istehsalçılarının rahat şəkildə silah satışı təmin olunacaq. Amma bu təbii ki, Rusiyada da bu cür qruplar və bu cür maraqlı qurumlar var ki, onlar müharibənin bitməsini istəmirlər. Çünki
müharibə Rusiya ərazisində getmir deyənə böyük ölçüdə. Yəni bir Kursk istiqamətində çıxmaq şərti ilə onlara bu şəkildə qərar vermək asandır ki, müharibə davam eləsin və s. Müharibə amma onların evlərinə gəlib çatacağı halda, onların obyektləri bombalanmağa başlayacağı halda, təbii ki, onlar da maliyyə itkisi ilə üzləşəcəklər deyənə müharibənin dayandırılması tərəfdarı olaraq çıxış eləyəcəklər. Bu gün elə bir təhlükə yoxdur deyənə hələ rahatdırlar, pullarını qazanırlar və o istiqamətdə də təbii ki, hakimiyyətə də təzyiq göstərirlər. Bugün Rusiyada Putinə də tez-tez bu sualları verirlər. Post-Putin dönəmi artıq müzakirə olunur. Putinin varisi kim olacaq? Bilmirəm, bugün də bununla bağlı bir məqalə var idi. Bilmirəm, tanış oldunuz ya yox. Rusiyada artıq Putinin varisi kim olacaq? Müzakirələri getməyə başlayıb. Necə düşünürsünüz? Putin öz postunu kiməsə yaxın gələcəkdə təhvil vermə ehtimalı varmı? Və yaxud da Putinin yerinə onu əvəzləyəcək bir şəxs Rusiya siyasi elitasında kimi görürsünüz? Təəssüf ki, bu gün Rusiya siyasi elitasında Putin qədər ölkəni ayaqda saxlaya biləcək, belə deyək, birliyini qoruyub saxlaya biləcək hələ ki bir lider yoxdur. Yəni müxalifət tamamilə sıradan çıxarılıb. Bir qismi terrorla, bir qismi həbsxanalara salınmaqla və s. Bir qismi də o biznes sahibləri tərəfindən dəstəklənən ayrı-ayrı qüvvələrin də o maliyyə axınlarının qarşısı kəsilib deyənə faktiki olaraq elə bir güc yoxdur ortada. Və indi əvvəlki dövrdə deyil ki, Putin kənara çəkilib, misal üçün Medvedevi irəli versin, özü kənarda qalsın. İndi o dövrdə deyil. Ona görə də mən düşünmürəm ki, Putin özü belə indi post-Putin dövrü haqqında fikirləşsin və kimlərsə hazırlasın. Yəni Putin üçün özündən sonra nəyin baş verəcəyi indi bir o qədər əhəmiyyətli deyil. Əhəmiyyətli olan özü olduğu müddətdə imperiya siyasətinin həyata keçirilməsi və özünün belə deyək, tarixə keçmiş imperiyanı bərpa edən şəxs kimi düşməsinə hesablanan bir fəaliyyətdir. Yəni təbii ki, yəni sabahları heç nə sığortalanmayıb, nəsə ola bilər. Putin geri çəkilib kimisə yenə irəli vermək məcburiyyətində də qala bilər, amma bu o demək olmayacaq ki, Putin sağdırsa, dövləti o hakimiyyətdə oturan şəxs idarə eləyəcək. Putin hətta hakimiyyətdə hər hansı bir post tutmasa belə, onun sağlığında bütün qərarların və s.'nin, addımların Putin tərəfindən qəbul olunacağı şübhəsizdir. Ukrayna savaşı təzə başlayanda, daha doğrusu Rusiyanın Ukrayna hücumunun ilk aylarında Rusiya mətbuatında Rusiya müxalifətində daha doğrusu belə bir şəkil paylaşmışlar. Çox maraqlı idi, mənim hələ də yaddaşımdadır. Stalin ölümü ilə bağlı bəlkə də xatırlayırsınız. Bir rəsm var. Stalin birisi də zəhərlənmişdi o dövrdə. Stalin yaxınlığı çevrəsi tərəfindən. Stalin yerdədir, ətrafında o dövrdəki siyasi elita və hamısı Stalinə baxırlar və deyirlər ki, Putini də belə gələcək gözləyə bilər və yaxud da tezliklə bu şəklin yeni formasını biz görə bilərik. Hər şey ola bilər, heç kim heç nədən sığortalanmayıb, amma Stalinlə fərqli olaraq Putinin həyatdan gedəcəyi halda onun ətrafında o qədər insan dayanıb ağlayacağına şahidlik edəcəyimizi düşünmürəm. Çünki bilirsiniz, bu günləri bir qismi qorxu üçün, bir qismi doğrudan da Putin hakimiyyətindən milyardlarla vəsait qazandıqları üçün, bir qismi Putin olmayacağı halda ayrı-ayrı cinayətlərdə belə deyək, əlləri olduğu üzə çıxacağı üçün və s. səbəbdən, bir qismi də doğrudan, həqiqətən, yəni biz bilirik də Rusiyada çoxluğun şovinist mövqedən çıxış eləməsi, imperialist maraqların Ruslarda həmişə öndə olması baxımından böyük bir qismdə o səbəbə görə bu günləri Putini dəstəkləyir. Amma yəni deyirəm, iqtisadiyyat əldən gedəcəksə, iş yerləri olmayacaqsa, Rus insanı ailənin dolanışığında problemlərlə üzləşəcəklərsə, təbii ki, müəyyən bir partlayış olacaq və yaxud da
kimlərsə artıq bezdiyi üçün o Stalin kimi Stalində olduğu kimi hansısa addımlar atmaq haqqında düşünə biləcəklər. Yəni bu şeylər təbii ki, heç kim heç nədən sığortalanmayıb baş verə bilər, amma kənar müdaxilə olmadan, yəni ölüm və yaxud da sui-qəsd və s. cəhdləri olmadan bugünkü Rusiyada Putini hakimiyyətdən kənarlaşdıra biləcək qüvvə yoxdur. Aynen. Rəşad bəy, son sualımı da səsləndirim, sonra biz verilişimizi yekunlaşdıraq. Hindistan və Pakistan arasındakı gərginlik, siz də söhbətiniz əsasında toxundunuz. Mən istəyirəm biraz da geniş toxunaq, son 5 dəqiqəmiz var. Bu iki nüvə ölkəsi arasında gərginlik zaman-zaman baş verir, biz bunun şahidi oluruq. Mən düşünürəm ki, bu iki nüvə dövlətinin savaşı hələ ki müəyyən güclərə belə də sərf etmədiyindən bu münaqişə belə də masa ətrafında həll olunur və yaxud da həll oluna bilər. Çünki bugün BMT-nin Təhlükəsizlik Şurasında səhv eləmirəmsə bu məsələ müzakirə Pakistan çağırıb BMT. Bəli. Bu savaş, bu gərginlik hara qədər gedə bilər? Bunun hansı istiqamətdə, hansı mənzərədə doğru getmə ehtimalı var? Bilirsiniz, qeyd elədiniz, iki nüvə dövlətidir birincisi. İkincisi, ordunun say tərkibinə görə Hindistan dünyanın 5-ci ordusudur. Nüvə başlıqlarının sayına görə dünyada Pakistan dünyanın 6-cı ölkəsidir. Yəni bu iki gücün bir-biri ilə savaşa girməsi nəticədə o coğrafiyada, yəni təkcə iki dövlətlə kifayətlənməyəcək. Bu, o coğrafiyada çox böyük fəlakətlərə gətirib çıxara bilər. Qısa toqquşmalar olub, son dəfə 2019-cu ildə xatırlayırıq, toqquşma oldu, bir neçə gün davam elədi. Hindistan Pakistan ərazisində olan və özünün terrorçu adlandırdığı qrupların belə deyək, məskənlərinə aviazərbələr endirdi. Pakistan da öz növbəsində Hindistanda müəyyən qruplara qarşı aviazərbələr endirdi, əməliyyatlar keçirdi və bununla da məsələ dayandı. İndiki halda da müharibənin geniş miqyas alacağını düşünmürəm açığı. Çünki qeyd elədiniz, birincisi böyük dövlət maraqları da var. İkincisi, indiki mərhələdə yəni, biz bilirik də Hindistanın müttəfiqi rolunda həmişə Amerika Birləşmiş Ştatları çıxış eləyib. Pakistanın da regionda müttəfiqi qismində Çin böyük ölçüdə iştirak eləyir. Və bugün Çinin Pakistanı bu istiqamətdə dəstəkləməsi, Çinin özünün müharibəyə cəlb edilməsi və Amerika Birləşmiş Ştatlarının müdaxiləsinə gətirib çıxara bilər. Amerika Birləşmiş Ştatlarının Hindistanı müharibəyə sövq etməsi isə daha başqa bir problemlərə gətirib çıxara bilər. Çünki Pakistan həm də Böyük Britaniya ilə kifayət qədər yaxşı münasibətləri olan bir dövlətdir. O cümlədən NATO-nun ikinci gücü olan Türkiyə ilə yaxın münasibətləri olan bir dövlətdir və hadisələr, gərginlik başlayan andan etibarən biz Türkiyənin hərbi təyyarələrinin Pakistana endiyini, eləcə də dünənləri hərbi gəminin göndərildiyinə də şahidlik etmişik. Bunlar təbii ki, verilən mesajlardır ayrı-ayrı güclərə, yəni müharibəni körükləməmələri üçün. Düşünürəm ki, indi də qısa müddətdə hansısa toqquşmalar olsa belə bu uzun müddətli müharibəyə və tərəflərin tam gücü ilə bir-birinə döyüşməsinə yatırıb çıxarmayacaq. Çünki bu, yəni deyirəm, böyük bir xaos və nəticədə hətta nüvə arsenalının işə salınmasına da səbəb ola bilər ki, bu indiki mərhələdə heç kimin marağında deyil. Ona görə də burada həm elə ABŞ-ın özünün, həm Çinin, həm Körfəz ölkələrinin prosesə müdaxilə edib hansısa tərəfləri bir masa arxasında otudub nələrisə razılaşdırmasına ehtiyac var. Xüsusən də su sazişi ilə bağlı məsələ olduqca vacibdir. Yəni, baxın, Hindistan Pakistana qarşı hər hansı bir əməliyyat keçirməsə belə, təkcə elə su sazişindən çıxdığını bəyan eləyib, Pakistana axan çaylardan suyun ötürülməsinin qarşısını alsa, bu əslində elə Pakistan üçün müharibə səbəbidir və kifayətdir. Çünki ölkənin 80% su təminatı məhz həmin istiqamətdə gələn sulardır. Ona görə də ilk növbədə
bunun aradan qaldırılması bu beynəlxalq sazişdir əslində və onu bir tərəfli şəkildə Hindistanın pozması da beynəlxalq hüquqların pozulması deməkdir. Ona görə də vasitəçilərin ilk növbədə bu istiqamətdə Hindistana təzyiq göstərməsinə ehtiyac var. Düşünürəm ki, belə də olacaq. Çünki yenə deyirəm, Hindistan əhali sayına baxmayaraq o da dərk eləyir və başa düşür ki, qarşısında hansı bir güc var və müttəfiqləri kimlərdir həmin gücün. Pakistan da kifayət qədər yaxşı bilir ki, Hindistan kimin tərəfindən dəstəklənir və açıq şəkildə müdaxilə nələrə səbəb ola bilər. Ona görə də düşünürəm ki, hər iki tərəf belə deyək, danışıqlar yolu ilə, beynəlxalq birliyin vasitəçiliyi ilə tez bir zamanda bu gərginliyin aradan qaldırılmasına dəstək verəcək. Aynen. Rəşad bəy, biz sizə təşəkkür edirik. Mən təşəkkür edirəm dəvətə görə. Maraqlı söhbət, maraqlı müzakirə oldu. Minnətdarıq. Çox sağ olun. Dəyərli izləyicilər, bir daha xatırladım ki, siz TNS televiziyasının efirində Doğru məkanı izlədiniz. Bugün biz Azərbaycanda və dünyada baş verən önəmli siyasi hadisələri müzakirə etdik. Qonağımız isə Azərbaycan Milli İstiqlal Partiyası Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov idi və bir daha dəyərli izləyicilərin diqqətinə çatdırım ki, bugün saat 19:00-da TNS televiziyasının efirində Tural səfərin təqdimatında çətin söhbət olacaq. Maraqlı bir verilişdir, maraqlı qonaq var. Baxmağınızı tövsiyə edirik. Bugünlük bu qədər. Sağ olun, salamat qalın.